Baş prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsi Respublika Endokrinoloji Mərkəzində yoxlamalara başlayıb. Artıq mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanılıb. Belə ki, istintaqa cəlb olunanlar arasında mərkəzin direktoru Nərmin İsmayılova, İnzibati İşlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var. Məlumata görə istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Mərkəzdə xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da bir neçə həkimin ev dustaqlığına alınması haqqında qərar verilib.